Kəniklər sistemindən belə bir misalın həllinə baxırıq. Deməli, bizə verib ki, 9x kvadratı çıxılsın 4y bərabərdir 14. Müxtəsər vurma düsturunu nəzərə alarıqsa, a kvadrat çıxılsın b kvadrat bizə nəyi verirdi? A çıx b vurulsun a üstə gəlsin b. Bunu əsasən 9x kvadratı çıxılsın 4y kvadratını 3x çıxılsın 2y vurulsun 3x üstə gəlsin 2y bərabərdir 14 şəklində yazaq. İndi görürük ki, bizə verilibdir ikinci hissədə 1,5x çıxılsın y bərabərdir 1. Biz tənliyin sağ və sol tərəfini 2-yə vurarıqsa, 3x çıxılsın 2y bərabərdir 2 alarıq. Bizdən də 3x üstə gəlsin 2y-in qiymətini soruşur. Deməli, 3x üstə gəlsin 2y-in qiyməti 14 bölünsün 2-yə bərabər olar. Cavab 7.